Mən Adəm müəllim sizə Atiqanın keçdiyi 9-10 siniflər üçün birinci qrupun riyaziyyat suallarını izah edirəm. Diqqətli olasınız. Deməli, birinci suala başlayırıq. Suallar keçməsindən əvvəl uşaqlar abunə olmağı, bəyənməyi unutmayasınız. A-nın neçə natural qiyməti 4/1 n 28-də n 7/3 şərtini ödəyir. Yəni bu halda nə eləməliyik biz? Hamısını orta əmələ gətirməliyik. Birinci ifadəni 7-yə, ikinci ifadəni 4-ə vurmaq lazımdır. O zaman eləyəcək 28-də 7 kiçikdir, n bölünsün 28. Kiçikdir 28-də 4-ünü 12 eləyəcək. Və n burada 7 və 12 ədədlərin arasındadır. Neçə natural qiymətində? Yəni 12-dən çıx 7-ni bir də 1 əlavə elələr çıx. Eləsin neçənə? 4 dənə. Diqqətli olasınız. İkinci sual. Artıq çarpaz bu ifadənin ikisinə baxsam. X, y bərabər eləyir 15. Sonra və əlavə olaraq baxaq bunun mötərizini açaq. X, y çıxılsın 3 x, z. Və birincinin axırıncına baxsam, x-i z-ə vuram, x, z, 5-i 2-yə vuram, 10 eləyər. Və x, y-imiz 15-dir. 3-ü də x, z-ə, yəni 10-a vursan 30 eləyər və cavabımız olar mənfi 15 və C variantı olar. Aşağıdakı kəsrlərin hansı sonlu onluq kəsrlərini yazıla bilməz? Yəni vuruqlar 2-5 olmalıdır və qeyri-vuruq əlavə olunarsa bilməz. Buradan tez baxırıq, vuruqlara ayırandır. Sonlu onluq kəsrlərinə yazıla bilməz. Əvvəl kəsir ixtisar olunmalıdır. Uşaqlar, diqqət. Kəsir ixtisar etməlisən. 36, 27, 9-a ixtisar edirəm. Burada qalır 4, burada qalır 3. 4, 2 vur 2 də olar. 24-də 9, 3-ə ixtisar edirəm. Burada 8 qalır, burada 3 qalır. 8-də 2-nin kubudur. Olmaz. 8-də 5 2-nin kubudur. Olar daha doğrusu. 15 ilə 6-nı ixtisar eləsən, burada 5 qalar, burada 2 qalar. Məxrəcdə 5 varsa olar. Amma 36-da 15-i ixtisar eləsəm 3-ə, burada 12 qalar, burada 5 qalır. 12-ni vuruqlara ayırsam 2-yə 6, 2-yə 3, 3-ə 1. 2 və 5 vuruğu iştirak eləməlidir. 2 və 5 vuruğundan əlavə iştirak eləyən olarsa, o olur sonsuz dövrü onluq kəsir və Y variantı doğrudur cavab bizdə. ABC ədədinin ədədi ortası 150 olarsa, M A plus B'dir, M B plus C'dir, K A plus C. Ədədi ortasını tapın. Yəni M üstəgəl N üstəgəl K-nın ədədi ortası tapanda mən bunu 3-ə bölməliyəm. Və indi M-in yerinə A plus B qoysam, A plus B, N-in yerinə B plus C, K-nın yerinə A plus C yazsam, mən bunu neyəcəm? 3-ə böləcəm də. Çünki M, N, K ədədinin ədədi ortası tapanda 3 yenə bölərəm. Deməli, 2 dənə A var, 2 dənə A var, 2 dənə B var, 2 dənə C var. Deməli, A var, B var, C var. 2 dənə var, 2-ni çölə atmışam, böl 3. Yəni, burada nə eləməliyəm? 2-ni vurmalıyam. ABC-nin 3 dənələrin ədədi ortası 150-dirsə, bunların cəmi 450-dir. O zaman 2-ni vuracam 450-yə, böləcəm 3-ə. 450-ni 3-ə böləndə qalar 150, 152-yə vuranda eləyər 300 və D variantı doğrudur. Sonra, qatar 2 stansiya arasındakı məsafənin 17-də 8 hissəsini gedikdən sonra yolun ortasına çatmaq üçün daha 4 km getməli idi. Yəni 2 məntəqə arasında məsafə x tutalım ki, bunun 17-də 8 x-in gedib. Yolun ortasına çatmaq üçün 4 km getməlidir. Yolun ortası da 2-də 1 x-dir. 2-də 1 x, yəni bu nədir? Bunu yazıram. 2-də 1 x, yəni 34-də 2, 34-də 17 x çıxılsın. 34-də 8 yazsam ki, 16 x bərabərdir 4-ə. O da 34-də 1 x bərabərdir 4 olanda x bərabər olacaq. 34 vurulsun 4, bu da bərabər 136 kilometr. C variantı doğrudur. Digər ifadəni hesablayaq. Burada biraz görünməyən şey var. Ola bilsin 0,10-da neçədə olacaq? 0,6 olacaq yəqin ki. 6 yuxarıda 3,5 çıxılsın. 0,6 bölünsün. 0,5. Baba, çıx. Bax, belə bir ifadə yazdım uşaqlar. Bir diqqətli baxaq buna. Bax, 0,6-nı 0,2-yə və 0 atıram bura. Və 6 bölü 20 olur. Bu deyir 10-da 3 olur. Yəni elə bil ki, indi 0,5-dən 0,3 çıxanda eləyir 0,2. Yuxarıda 0,6 var. 0,2-yə böləndə eləyir 3. Qaldı 6, 3,5 çıxılsın 3. Yəni 6 bölünsün 0,5. Bu da yəni 60 bölünsün 5.
Bu deyilir nə qədər 12. Hissə-hissə yaza bilərsiniz rahat şəkildə. Ədəd 2-də 1, 4-də 3, 5 nisbətinə 3 hissəyə bölünüb. Böyük hissə verilmiş ədəd neçə faizidir? Yəni böyük hissə 5-dir. Yəni bütün ədəd nədir? 2-də 1, üstəgəl 4-də 3, üstəgəl 5. Orta əməliniz neçədir? 4. 2 plus 3 plus 4, 5-in 20. Bu da bərabər 4-də 25. Yəni böyük hissə verilmiş hissə neçə faizdir? Yəni 5 bölünsün 4-də 25 vurulsun 100. 5 vurulsun 25'də 4 vurulsun 100. 125'ə 4, 16, 16'ın 5'ə vuranda elədir 80%. Doğru cavab B variantı. Emil və Kamilin yaşları nisbəti 4-də 3'dür. Aşağıların hansı onlar yaşları ola bilməz? Yəni 4-də 3'dürsə yaşları cəmi ola bilməz. 7K olar. Yəni 7-yə bölünən ədədlər. 42, 35, 70, 50 hamısı 7-yə bölünür. Bir dənə 50 7-yə bölünmür. Cavab A'dır. Sonra ifadəsinin qiyməti tapın. 2-də 1-dən 1 çıxanda mənfi 2-də 1. 3-də 1-dən 1 çıxanda mənfi 3-də 2. 4-də 1-dən 1 çıxanda mənfi 4-də 3. Nəhayətində 16-da 1-dən 1 çıxanda mənfi 16-da 15. Baxın 2-lər, 3-lər, 4-lər hamısı gedəcək və 2-dən 16-ya qədər ifadələr 2, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Yəni 2-dən 16-ya qədər burada artıq tək saydadır uşaqlar. 1-dən 16-ya qədər isə cüt saydadır. Amma 2-dən başlayır da bu ifadəmiz. 2-də 1, 3-də 1, 4-də 1, 16-ya kimi. O nöqteyi nəzərdən bu təkdirsə olan mənfi qalacaq yerində. 16-da nə olacaq? 1. Mənfi 16-da 1. A bənd. Yəni keçir növbətiyə ona. Tərs mütənasib asılı olan iki əmiyyətdən biri 24 oldu, digəri 15 olur. Bu deməli bu x-dir, bu da y-dir. Tərs mütənasibdir. Biri 24 olanda digəri olur 15. Bu iki əmiyyətdən biri 20 olanda o birisi olur x. Nəhayət yəni olur 20x bərabərdir 24 vurulsun 15. X da bərabər 24 vurulsun 15 bölünəyə 20-yə. Bu da bərabər 4'ə x sayıcında burada 5, burada 6 qalır. 15'i 5'ə 3, 3 6'ın 18. Yəni biri ikisindən də 1 böyüyür. Olur nə qədər? 18. İndi bura baxırıq. Beta alfa nisbəti 3/2'dir. Yəni betanın yerinə 3k qoyuram. Bax bura 3k yazacağam. Alfanın yerinə 2k yazacağam. Yəni 3k plus 10 bərabərdir 2k plus nəyə? 40'a. K da bərabər nəyə? 30'a. SOB'ni soruşur. SOB. Yəni alfa plus 40. Yəni 2k plus 40'ı soruşur da. 2'nin 30'a 60 üstünə 40 gəldi elədi nə qədər? 100. Niyə düz gəlmədi bu? Beta'nın alfaya nisbəti 3/2'dir. Beta 3k'dır. Alfa 2k'dır. 3k plus 10 bərabərdir. Üzr istəyirəm uşaqlar. Yox, bunların cəmi 180'dir. 3k üstəgəl 10 bərabərdir. Üstəgəl yenə bərabər yazdım. Üstəgəl 2k plus 40 bərabər 180. 5k 180'dən 50 çıxanda 130. K bərabər 130'u böləndə 5'ə qalır neçə? 26 qalır. 26. COB yəni 2k plus 40'ı soruşur da bizdən belə deyək. Yəni 2'ni 26'ya vuranda 52. Üzərinə 40 gələndə elədi nə qədər? 92 və Y variantı. 12-ci suala keçid eləyirik 12'yə. AB 6 yazırıq üzərinə 6. BC 4 yazırıq 4. CD verib 2 yazdıq 2. AD verilib 7 7. X'in ala biləcək tam qiymətlərin cəmi. Yuxarıda 3 sağa bərabərsinə görə 6 ilə 4'ün cəmi 10, fərqi 2. Aşağıda isə x 7-dən 2'nin cəmi 9, 7'dən çıxanda 5. Yuxarıda nə alır? 3, 4, 5, 6, 7, 8, 9. Aşağıda isə nə alır? 6, 7, 8 alır. O zaman 6, 7, 8 ifadəsi hər ikisində olduğuna görə cəmini soruşubların. Elədi nə qədər? 21 cəmi elədi. Doğru cavab D variantı qapalıymış bu. Alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardır. Alfanı tapın. Burada artıq bərabərlik şərti ödənməyəcək də. Burada çünki çıxsan mənfi bucaq. Çünki hər bir bucağın 0-dan böyük bir dərəcə ölçüsü var. Deməli, əgər alfa ilə betanın, alfa ilə 2 betanın fərqi 30'dursa,
Alfa ilə üstəgəl betanın cəmi 180-dır. Deməli, tərəf-tərəfə çıxanda aşağıdan yuxarını çıxırıq. Alfalar getdi. Beta mənfi 2 beta çıxanda 3 beta bərabərdir. 180-dan 30 çıxanda nə qalır? 150 qalır. Betamız deyilir nə qədər? 150-ni 3-ə böləndə qalır 50. Əgər betamız 50-dirsə, alfamız nə qədərdir? 130 olmalı. Çünki cəmi nə olmalıdır? 180. A natural ədədi 7-yə bölünüşdə qalır 4 alınır. Bu ədədi birbaşa yaza bilərsiniz ki, A bərabər 4-dür. Və 4-ü yerinə qoysan 4-ün kvadratı 16, 3-ü 4-ə vursam 12, bir də 8. Yəni 16, 12, 28, 18, 36-nı 7-yə bölsəm 5 düşər, qağda 1 qalır. Cavabı 1 tapdın. Qavalı formada yerləşdirəndə bunu belə yazmalısan. A ədədini 7-yə böləndə müəyyən bir K düşür, qağda nə qalır? 4 qalır. Biz burada A-nı tapırıq ki, 7K üstəgəl 4. Və ifadə qoyuruq yerinə. 7K üstəgəl 4-ün kvadratı 3 vurulsun 7K üstəgəl 4 üstəgəl 8. Yenə eyni ifadəni alacaq, amma biraz belə yazmaq daha da yaxşı olar sizin üçün. Yəni 7-yə bölmə əməlini indi eləsəm 7K 7-yə bölünəcək. Bu bölünəcək. Nəhayətində 4-ün kvadratı 16. 3-ü 4-ə vuranda 12, bir də 8. Yenə bunlar üstə gələndə yenə 36 eləyir. Yenə 36-nı 7-yə böləndə 5 sür qaldı, nə qalır? 1 qalır. Vəssalam, yəni eyni ifadədir. 15-ci suala baxaq. 80 qram 30% şəkər məhlulu. 80 qramda 30%, yəni 24-ü nədir? Şəkərdir. Qalanı sudur da, yəni neçəsi? 56-sı nədir? Sudur, bu heç. Neçə qram su əlavə eləyəndə? Mən də buna su əlavə eləyirəm. 56 üstəgəl x qədər su. 24 şəkərinə ehtiyacımız yoxdur. Məhlulumuz da artır x qədər. Yəni 24-ü bölürəm 80 plus x-a 25% demir, yəni neçə? 4-də 1. 80 plus x bərabər 24 4-ə vuran 96, x bərabər nə qədər? 16. Yəni 16 ilə su əlavə eləmək lazımdır ki, bu məhlulun faiz dərəcəsi nə olsun? Aşağı düşsün. Yəni belə deyək, qatılığı azalsın. 16-cı sual. A və B ədədləri qarşılığı tərsdir. A və B qarşılığı tərsdirsə, yəni A ilə B-nin hasili 1-dir. B və C isə qarşılığı əksdirsə, B ilə C-nin cəmi nədir? 0-dır. Burada bizə verib ki, 2-ni çıxarsaq B ilə plus C qalar. 5AC-ni əlavə eləsək 4AB aşağıda. AB artıq 1-dir. AC yoxdur. B ilə C-nin cəmi 0-dır. Bu getdi. Bir dənə ifadəmiz qaldı ki, 5AC bölsün 4. Bu necə eləmək olar? Deməli, B-nin yerinə bir dənə mənfi yazsam. Yuxarıda eləyir mənfi AC bərabər 1. Yəni AC bərabər 1-dir. AC 1-dirsə, üzr istəyirəm, mənfi 1. 5-i mənfi 1-ə vuranda mənfi 5 4-ə bölsəm, mənfi 1/25 düşər və cavab olar A bəndi. 17. Düz bucaq öz daxili şüaları ilə 8 bərabər hissəyə bölünmüşdür. 8 hissəyə bölünmüşdür. İkinci və 6-cı hissələrin tənbölləri arasındakı bucağı tapın. Yəni düz bucaq nə qədər idi ki, 90 dərəcə idi. 8 dənə bərabər hissəyə bölünüb. Yəni bu formada bir dənə göstərək bunu. Dəqiqə. Bu formada bir dənə göstərək. 8 dənə bərabər hissəyə bölünməsin. 8 bərabər hissəyə 1 hissə 2, 3, 4, 5, 6, 7, 8. Belə. Baba 8 dənə yerə bölünüb bu ifadəmiz. İkinci. Qələmin dəyişim rahat görsənsin. Deməli 1, 2, 3, 4, 5, 6, 7 isə, yəni 90-ı bölmüşəm 8-ə. Belə deyək də 90-ı bölmüşəm 8-ə. Yəni 1-i 8-də 90-dır. Deməli deyir, ikinci və 6-cı hissələr. Baba, ikinci hissənin ortası bax bura. 6-cı hissə 1, 2, 3, 4, 5, 6-cı hissəndə bax bura götürmüşəm. Bax bu bucağı soruşur. Burada var bax bir dənə tam var. 2 dənə tam var. 3 dənə tam var. Bir dənə bax bu hissə ilə bu hissəni bir dənə tam götürsək 4 dənə tam eləyər. 4-ü 8-ə 2 qalar. 90-ı da 2-yə böləndə nə qalar? 45 qalar. Deməli 45 dərəcə və D variantı doğrudur. Sonra keçək növbəti suala uşaqlar. Növbəti sual 18-ci sualdır. ABC tutacağında AC bərabərlik şərti verilib 110-dursa bunun qonşusu 70-dir, digəri də 70-dir. Artıq 140-dırsa təpə bucağı 40 dərəcə. Deməli 110-dursa 180-də bax buradakı bucaqları tapmaq lazımdır.
Bax həmin bu bucağı tapmaq lazımdır buradakıları. 110 çıxdı, qaldı 70. Burada 35, burada 35. Bizdən AC yeni soruşur. Yəni çöldəki bu x bucağını soruşur. X plus 40 plus 35. Bunların cəmi olmalıdır 180. 180-dan 75 çıxanda qalar 105. Yəni doğru cavab 105-dir və variantımız var. Bəli, Y variantı doğrudur. Sadə vurğulara ayrılışı bu şəklində olan A ədədi üçün aşağı hansı yanlışdır? 5 sadə vurğu var. Sadə vurğular qüvvətlərin toplayırsın elə bil. 3 plus 1 plus 2. Bu da elə də 6 sadə vurğu var. Deməli, yanlışdır. 5 sadə vurğu yoxdur ki bu ifadənin. Elə A yanlışdır. Sadə bölənlərin cəmi 10-a bərabərdir. Sadə bölənlər 2, 3, 5. Sadə bölənlər cəmi 2-dir, 3-dür, 5-dir. Cəmi 10-dur. Bəli, düzdür. Natural bölən sayı 24-dür. Yəni 3 plus 1, 1 plus 1, yenə 3 plus 1. Yəni 4 üçün 8, 8 4-ün 32. Yox, 4 üçün 8, 2 sayı 1-dir. 8 üçün 24, düzdür. 40-a bölünən ədəddir. Bəli. 40-a bölünən ədəddir. Artıq burada 2-nin kubu 8, 5-ə vuranda 40 eləyir. Deməli, bu da doğrudur da. 3 sadə böləni var ki, 3, 5, bu da doğru. Deməli, A variantı elə səhvdir. AC parçası CD parçasından 5 dəfə uzundur. Yəni, bura x-dırsa, A-dan C-yə qədər olacaq 5x. B nöqtəsi AD-nin orta nöqtəsidir. Orta nöqtəsi isə deyəndə, B nöqtəsi orta nöqtədirsə, deməli, ümumi parçamız olur, bura olacaq 5x olanda, AD-nin ortası ise 6x. Yəni bu tərəfi 3x-dırsa, burada 2x düşür də. Sonra BC-nin, yəni 2x-in AB-yə 3x-a nisbəti, yəni nədir bu? 2-nin 3-ə nisbəti. B bəli doğrudur. 21-ci sual. Tangens alfa. 5-də 12. Tangens alfanın tangesi. Qarşıdakı katin bir 2 katin nisbəti. Yəni bura 5-dir. Bura 12-dir. Hipotenuz olacaq nə qədər? 13. Pifagor teoreminə görə. S minus A, S plus A. S yəni 13 çıxılsın 5. 13 üstəgəl 5. Aşağı yuxarıda 18. Burada 8. İxtisar eləsəm qalar 9-da 4. Varmı? Var D variantında. 22. ABC ən kiçik tam qiymətini tapın. Ortaq məxrəc neçədir bura? 84-dür. Ortaq məxrəc neçədir bura? 7-yə bölünür. 7-ni çıxarsam biri qalır 2, biri qalır 4, biri qalır 6. 6, 4, 2, 12-ni 7-yə vuranda bəli 84. 84 eləyir bunları. 84-ü 14-ə böləndə 6 dəfə, yəni 6 dənə, sonra 84 42 2 dənə, 84 28-ə 3 dənə, 3 dəfə. A, B, C-ni qoyuruq bura, bərabərdir. 6, 2, 8, o da 4, o da 3, 11, A, B, C, aşağıda 84, 84-ü 14-ə, 6, 42, 2, 28-ə 3. 3 rəqəmli ABC ədədi ən kiçik tam qiyməti tapın. Ən kiçik tam qiyməti tapaq. Uşaq, bunu belə yazaq. Yəni, bunu biraz uzatdım. Yəni, deməli, əkob 14, 42 və 28-in əkobunu tapırıq və ən böyük rəqəmli ədədi cəminin də, yəni bu cəminin ən kiçik tam qiymətini tapın. Yəni, burada 7-ni çölə çıxarsam, qalacaq əkob 2, 84, bəli, 84. Yəni, əkobu tapdıq ki, neçə elədi? 84 elədi və ABC 3 rəqəmli ədədi var da burada. 3 rəqəmli ədədi. Yəni, belə deyək də, 999 ən böyük rəqəmli ədəd. Bunu bölək 84-ə. Bir dəfə 84. Bu neçə düşəcək də? 84. Sonra burada qaldı 5, 15. 159 da gəlsə, yenə bir dəfə 109-dan 4, 5, 159 ədədi gəldi. İndi belə, yəni 84-ü 14-ə böləndə düşür 6, 84-ü 42-ə böləndə 2, 84-ü isə 28-ə böləndə qalır nə qədər? 3 dəfə. Artıq bunu tapsa bu 11-dir. Amma bu 84 2 rəqəmli ədəddir. Bizdən 3 rəqəmli ədəd soruşur. Onca bunu 2-yə vursa olacaq 100,
68. Yəni bunu 2-yə vurmaq aldığımız ifadəni elə 2-yə vurmaq deməkdir. 22 və doğru cavabımız olacaq A variantı. 23-cü sual. Ağıllıq mərkəzi şey nöqtəsi, yəni medianların kəsim nöqtəsidir. Yəni bax buradan median şəkillər görürük. Bura alfa, bura alfa. Həm də bu mediandırsa, həm də nədir? Bu hündürlükdür. Bunu da bildik. AC-miz nədir? 24-dür. Deməli, tən bölən hündürlük həm də median. 24 isə 12, 12 bura gəldi. ABC deməli bunlar bərabər, yəni üçbucaq imiş. Əgər üçbucağımızın perimetri 54 isə 24-ü çıxırıq, qalır 30. Burada 15 eləyir, burada 15 eləyir. BC-ni tapın deyir. Artıq 15, 12. 225-dən çıxıq 144-ü qalır 81. Kök atda Pifagor teoremi ilə. Buradan çıxır 9. Yəni bizim medianımızın uzunluğu 9-dur. Median ilə bil x 2x nisbətində bölünür. 3x bərabər 9 olanda x də bərabər nə olur? 3 olur. BC-ni soruşur. Yəni B-dən C-yə qədər ifadənin 2-ni vursaq 3-ə tapacaq doğru cavabı nə tapacaq? 6. 24-ə baxaq indi. A və B natural ədədləri üçün əbob, əkob verilib AB hasili. Eyni bir ifadənin əbobunu əkobuna vurmaq həmin ədədin hasil deməkdir. Yəni 120 vurulsun 15. 12-ni 15-ə 180, 0-ı qoyuram yana 1800. Natural bölənlərin sayını istəyir. 1800-ü buruqlara ayıraq. 2-yə 900, 2-yə 450, 2-yə 225, 3-ə 75, 3-ə 25, 5-ə 5, 5-ə 1. Nəhayət bitdi. 2-dən 3 dənədir. 3-dən 2 dənədir, 5-dən 2 dənədir. Natural bölənlərin sayını tap. Qüvvətlərin üzərinə 1 əlavə eləyirəm. 2 plus 1 və 4 vur 3 vur 3. 12, 12-ni 3-ə vuranda elədi 36 dənə. Nəyə var? NBS. Natural bölənlərin sayı var. 25-ci sual. Kəsişməsi boş olmayan A və B çoxları üçün kəsişməsi boş olmayan deyəndə, ən çox məsələsi deyəndə hər zaman bu dərsdə deyirik ki, kəsişmə ən azı 1-dir. Ən çox elementi deyirsə, məsələn bu A, bu B çoxluğudursa, B 22 isə bura nə oldu? 21. B ilə A-nın fərqi, yəni bizə bax bu ifadəni verir. Ən çoxu, kəsişməsi boş olmayan da ən azı bir element orada iştirak eləməlidir. Və ən çox element 21 dənə elementi ola bilər. 26. Yəni tam hissəni və kəs hissəni verib burada. 5,1-in tam hissəsi 5-dir. 5-dir. Mənfi 4,3-ün tam hissəsi isə 0,7 kəs hissəsi. 0,7-dir. Bunların ifadəsinin qiymətini hesablayın. Üstə gələk bunları. Bu da olacaq 5,7 doğru cavab. Sonra 27. Bucaqları 1-2-3 nisbətində olan üçbucaq üçün uyğunluğu müəyyən edin. 1-2-3 nisbətindədirsə, gəl belə eləyək. 180-i bölək neçəyə 6-ya? Qalsın 30. 1-ə vuranda 30, 2-ə vuranda 60, 3-ə vuranda 90. Deməli, bu bizim düzbucaqlı üçbucağımızdır uşaqlar. Kiçik tərəf 8 olarsa, məsələn, bura 30 yazaq, bura 30 yazsaq, bura olar 60. Kiçik tərəf 30-un qabağında duranda 8. Böyük tərəf olacaq nə? 16, belə deyək də. Deməli, böyük tərəf olacaq. Bizdə böyük tərəf və kiçik tərəf verib. Nəysə, kiçik tərəf 8 versə, böyük tərəf 16-dır. Yəni, 1-ə uyğun gələn A variantı uyğun gəldi, A getdi. Sonra bu 8-i sildirəm və 16-nı sildirəm, görə nə deyir? Böyük tərəf 8 olarsa, yəni hipotenuz 8-dir böyük tərəf. Deməli, kiçik tərəf artıq 30-un qabağındakı olacaq nə? Hipotenuzun yarısı 4. Bu da olacaq C-yə uyğun gələcək. Deməli, 2-yə uyğun gələn C-dir, 3-ə uyğun gələk. Bu 4-ü və 8-i silək. Böyük tərəf ilə kiçik tərəfin fərqi 16 olarsa, yəni bu x-dırsa, bu da olacaq 2x. Fərqi 16-dırsa, yəni x bərabər nədir? 16. Yəni, bura 16-dır, bura nədir? 32-dir. Deməli, böyük tərəf 32-dir. Yəni, 3-ə uyğun B gəldi. Sonra kiçik tərəf isə nə oldu? 16. Bax, görsən, D variantı uyğun gəldi. D. Amma böyük tərəf 36, onun heç bir şey uyğun gəlmədi. Əgər kiçik tərəf versəydi, bizdə 18 falan versəydi, böyük tərəf 36 olardı. Sonra 28. 16 nəfər Çinli və 24 nəfər Türk olan turist qrupunda Türklərin 75%, yəni 24 vurulsun 75 bölünsün 100. 25-ə tez apardım.
Burada 3, burada 4. 24'ü 4'e 6. 6 üzrün 18 Türk. 18 Türk. Qrup 75% Çinlərin 25% fransız dilini bilir. Bu fransız dilini bilir. Çinlərin 25%, yəni 25% 4də 1 demək. Yəni 4 dənə Çinli fransız dilini bilir. Bu tüsə neçə faiz fransız dilini bilir? Ay bala 18 bu da 4. Neçə elədi? 22 nəfər. Vəssalam. 29. Düzbucaqlı şəklində sarı karton ədəd üzərində mənfi virüs aralığında yerləşdirilmişdir. Bu düzbucaqlı ədəd oxu üzərində 2 vahid sağa sürüşdükdə A çoxluğu. 2 vahid sağa sürüşdükdə mənfi 1 durur 1-də, 3 durur neçədə? 2 vahid. 4 5-də durur. Düzdür? Deməli 2 vahid sağa gedəndə 3 olur 5, mənfi 1 olur 1 olur da. 1 vahid sola sürüşdəndə B çoxluğu. Sola sürüşdəndə 1 vahid. Sol tərəfdə olur mənfi 2, sağ tərəfdə olur nə? 2. Bunların kəsməsini tap. Baxın uşaqlar, belə yaza bilərsiniz. Bu 1, bu da 5. 1-dən 5 aralığı. Bir də mənfi 2, 2 aralığı. Bu şəklində. Yəni görürsünüz, kəsməsi nədir? Kəsməsi 1 ilə 2-ni verəcək artıq bizə. Yəni bu da A ilə B-nin olsun kəsməsi. Bu 29, 30. İspat edin ki, üçbucağın B təpəsindəki daxili bucağı, bura yazaq X, X, bura yazaq Y, Y. Daxili bucağı ilə C təpəsindəki xarici bucağın tənbölənlərin əmələ gətirdiyi bucaq, yəni burada bucağından bax bu bucaq, A təpəsindəki daxili bucağın dərəcə ölçüsünün yarısına bərabərdir. Deməli, belə bir məsələ var ki, burada qoyaq bir dənə alfa bucağı. Həqiqətən də, deməli, xarici bucaq 2y, 2 daxili bucağın cəminə bərabərdir. Alfa üstəgəl 2 dənə x. Yəni bizdə olur alfa bərabərdir 2y çıxılsın 2x. Və yaxud da bu D təpəsindəki bucağı əvvəl baxaq. Bura oldu nə? 180 minus 2y olanda bu bucağı bu alfa yazacaq bax bura. Bu deməli x üstəgəl alfa üstəgəl 180 artıq çıxılsın y bərabər 180 olanda 180'lar gedər. Alfa bərabər olar y minus nə? Olar x. Amma xarici bucağın xassəsinə görə daxili bucaq xarici bucaqla qonşu olmayan ki, daxili bucağın cəminə bərabərdir. Bax, A təpəsindəki daxili bucağı da bir dənə beta kimi götürsək, olacaq 2y bərabər olacaq xarici bucağın xassəsi. Olacaq 2x üstəgəl beta. Beta bərabər olacaq 2y çıxılsın 2x. Və burada görürük ki, həqiqətən də 2-ni çölə çıxarsam, x minus olacaq y. Həqiqətən də dərəcə ölçüsünün yarısına bərabərdir. Çünki mən betanı 2-yə bölsəm, alfanı almış olaram. Vəssalam. Bununla da deyə bilərik ki, isbat olundu.